Hamımız bilirik ki, şirkətlər təlimlərə xeyli pul xərcləyir, amma heç düşünmüsünüzmü? Bunun real faydası olurmu? Yəni o təlim otağında öyrənilənlər görəsən real iş nəticələrinə çevrilir? Gəlin bugün bir yerdə sadəcə təlim keçməkdən bir addım qabağa gedək və onun həqiqi dəyərini necə ölçə biləcəyimizi araşdıraq. Elə gəlin, birbaşa məsələnin ürəyindən başlayaq. Baxın, bu sual çox vacibdir. Sizin təlim büdcəniz sadəcə xərclənən puldur, yoxsa gələcəyə yönəlmiş bir investisiya? Çünki bu suala verəcəyiniz cavab əslində sizin təlimi qiymətləndirməyə bütün yanaşmanızı müəyyən edəcək. Peşəkar inkişafın dəyərini ölçmək, bəli, ilk baxışdan biraz mürəkkəb görünə bilər. Amma heç narahat olmayın. Gəlin bu mövzudakı buzu qıraq və bütün bu prosesi hamımızın başa düşəcəyi sadə addımlara bölək. Məqsədimiz hər şeyi aydın və anlaşılan etməkdir. Yaxşı, yol xəritəmiz necə olacaq? Baxın, əvvəlcə niyə ölçməliyik sualını cavablandıracağıq. Sonra konkret olaraq nəyi və necə ölçəcəyimizə baxacağıq. Daha sonra bu işdə kimin və nə zaman iştirak etdiyini aydınlaşdıracağıq. Və ən sonda görəcəyik ki, bütün bunlar bizi real nəticəyə, yəni təkmilləşməyə necə aparır. Gəlin ilk bölməmizə başlayaq. Ümumiyyətlə, təlimlərin təsirini ölçməyə niyə vaxtımızı, enerjimizi sərf edək ki, cavab əslində çox sadədir. Çünki ölçə bilmədiyin bir şeyi təkmilləşdirə də bilməzsən. Bu qədər bəsit. Bilirsiniz, keyfiyyətli bir qiymətləndirmə sadəcə təlimdən sonra bir anket doldurmaq deyil, əsla. Bu, eyni ilə bir zəncir kimidir. Təhlildən tutmuş, rəy bildirmə qədər hər bir halqa o qədər vacibdir ki, əgər bu halqalardan bircə dənəsi zəif olsa, bütün prosesin gücü itər. Baxın, o zəncirin halqaları da elə bunlardır. Hər biri bir-birinə möhkəm bağlıdır. Məsələn, təsəvvür edin, lap başdan işin təhlili düzgün aparılmayıb. Yəni biz hansı bacarıqların həqiqətən də lazım olduğunu bilmirik, onda bütün sonraki addımlar, düzgün səriştələri seçmək, uyğun çalışmalar hazırlamaq, hamısı boşuna getmiş olar. Unutmayın, bütün sistemin gücü ən zəif halqasının gücü qədərdir. Yaxşı, artıq bildik ki, qiymətləndirmə vacibdir. Super. İndi keçək növbəti məntiqi addıma. Ölçməyə başlamazdan əvvəl uğurun nə demək olduğunu çox dəqiq müəyyən etməliyik. Yəni, biz konkret olaraq nəyi ölçürük? İlk ölçü vahidimiz çoxunuzun eşitdiyi KPI-lar, yəni əsas fəaliyyət göstəriciləridir. Bunlar təlimin uğurunu birbaşa biznes nəticələrinə bağlayan konkret rəqəmlərdir. Təsəvvür edin, satış komandasına yeni danışıqlar texnikası ilə bağlı təlim keçirirsiniz. Bəs uğurlu KPI nə ola bilər? Məsələn, hər bir satıcının bağladığı müqavilələrin sayında 15% artım. Gördüyünüz kimi, konkret və asanlıqla ölçülə bilər bir hədəf. Amma təbii ki, hər şey rəqəmlərlə bitmir. Biz həm də səriştələrin inkişafını ölçməliyik. Bu nə deməkdir? Bu o deməkdir ki, biz komanda işi, problem həll etmə, effektiv ünsiyyət kimi çox vacib peşəkar davranışların və bacarıqların necə dəyişdiyini anlamalıyıq. Deməli, tam mənzərəni görmək üçün həm kəmiyyət, həm də keyfiyyət məqsədlərinə baxmaq şərtdir. Kəmiyyət bizə deyir ki, nə əldə etdik? Keyfiyyət isə cavab verir ki, bunu necə əldə etdik? Məsələn, satış hədəfinə çatmaq kəmiyyətdir, amma bunu müştəri ilə uzunmüddətli sağlam bir əlaqə quraraq etmək isə artıq keyfiyyətdir. Artıq nəyi ölçəcəyimizi bilirik. İndi isə gəlin təlimin effektivliyi haqqında məlumat toplamaq üçün hansı praktiki metodlar və alətlərdən istifadə edə biləcəyimizə baxaq. Ən əhatəli metodlardan biri qiymətləndirmə mərkəzidir. Amma qorxmayın, bu imtahan deyil. Bu, real işə bənzər simulyasiyalar vasitəsilə bacarıqların ölçüldüyü bir prosesdir. Və bu, sadəcə bir günlük bir tədbir də deyil. Gördüyünüz kimi hər şey diqqətli planlaşdırma ilə başlayır, iştirakçıların müxtəlif tapşırıqları yerinə yetirməsinə əhatə edir və hətta ən sonda prosesin özünün təhlili ilə bitir. Bax, bu cədvəldə əslində çox maraqlı bir məqam gizlənib. Bu cədvəl bizə açıq-aydın göstərir ki, ən yaxşı təlim metodu deyə bir şey yoxdur. Hər şey məqsəddən asılıdır. Məsələn, baxın, sırf nəzəri bilik ötürmək lazımdırsa, mühazirə, birinci sətir, əladır, effektivliyi 1-dir. Amma şəxslərarası ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün rol oyunları, 3-cü sətir, əvəzsizdir. Yəni, düzgün aləti düzgün məqsəd üçün seçmək lazımdır. Qiymətləndirmə mərkəzlərindən başqa, əlbəttə, rəy toplamaq üçün fərqli sorğu vasitələri də var. Məsələn, vacib hadisələr metodu. Bu metodla iştirakçılardan
təlimin ən yadda qalan müsbət və ya mənfi anlarını soruşursunuz və bu, onun real təsirini anlamağa çox kömək edir. Belə alətlər birbaşa iştirakçıların özündən və ya hətta müştərilərdən çox dəyərli məlumat toplamağa imkan yaradır. İndi isə gəlin, diqqətimizi qiymətləndirmənin zamanlamasına və bu prosesdə iştirak edən fərqli insanlara yönəldək. Çünki düzgün zamanda və düzgün insanlardan rəy almaq həqiqətən də çox vacibdir. Qiymətləndirmə birdəfəlik bir hadisə deyil. Bu, davamlı bir prosesdir. Yəni, təlimdən əvvəl başlanğıc nöqtəmizin harada olduğunu bilməliyik, təlim zamanı yoxlamalıyıq ki, görəsən düzgün istiqamətdə gedirikmi və təbii ki, təlimdən sonra real dəyişikliyin nə olduğunu ölçməliyik. Ən dolğun mənzərəni görmək üçün iki fərqli, amma bir-birini tamamlayan mənbədən rəy toplamaq şərtdir. Bir tərəfdə təlimi birbaşa yaşayan namizədlərin subyektiv, yəni şəxsi təcrübəsi var, digər tərəfdə isə onların performansını kənardan, obyektiv meyarlarla izləyən qiymətləndiricilər. Bax, bu ikisi birləşəndə tam həqiqət ortaya çıxır. Bu isə məncə çox güclü bir fikirdir. Təlimin uğuru təkcə təlim otağında bitmir. Rəhbərlərin bu prosesdəki rolu həyati dərəcədə önəmlidir. Onların sadəcə bu proseslə maraqlanması belə işçilərin öyrəndiklərini real işdə tətbiq etməsinə inanılmaz böyük bir təkan verir. Yaxşı, bütün bu addımları atdıq, məlumatları topladıq, bəs gəldik yekuna. Bütün bunları etməkdə əsas məqsədimiz nədir? Əlbəttə ki, real, gözlə görülən bir təkmilləşməyə nail olmaq. Bəs bütün bu prosesin sonunda əldə edilən nədir? Məsələn, bax bu rəqəm 7%. Bu, təkcə bir ədəd deyil, xeyr. Bu, düzgün planlaşdırılmış və qiymətləndirilmiş bir təlimin nəticəsində keyfiyyət göstəricilərində əldə edilən real artımdır. Bu, təlimin həqiqətən də biznesə fayda verən bir vasitə olduğunun sübutudur. Və sonda hər şey gəlib bu nöqtəyə çıxır. Bütün bu məlumatlar, bütün bu göstəricilər təlimə qoyulan investisiyanın ölçülə bilən bir gəlir gətirdiyini, yəni ROI-ni sübut etməyə xidmət edir. Bax bu, təlimi xərc qrafasından çıxarıb, investisiya qrafasına keçirən ən vacib amildir. Və bir şeyi heç vaxt unutmayaq ki, qiymətləndirmənin məqsədi kimisə mühakimə etmək, kiminsə səhvini axtarmaq deyil. Əsas məqsəd nəyin işlədiyini və nəyin işləmədiyini anlamaqdır ki, gələcəyi təlimləri daha da effektiv, daha məqsədyönlü edə bilək. Bu, əslində, davamlı bir öyrənmə və təkmilləşmə prosesidir. Sonda isə sizi bu düşündürücü sualla baş-başa buraxmaq istəyirəm. Ola bilər ki, sizin də şirkətinizdə təlimlərdən sonra anketlər doldurulur, rəylər toplanır, amma bir anlıq düşünün. Bu məlumatlardan gələcəyi daha yaxşı qurmaq üçün həqiqətən istifadə olunurmu? Yoxsa sadəcə toplanıb bir qovluqda unudulur? Məncə, bu barədə ciddi düşünməyə dəyər.